Cadugarlara inanırsınız? Bunun futbolla nə əlaqəsi var desəniz, haqlı ola bilərsiniz. Amma Portonun keçmiş prezidenti Pinto da Costa sizinlə razılaşmaya bilər. 2021-ci ilin sonlarında Portuqaliya futbol mediasında böyük qalmaqal meydana gəlmişdi. Porto klubu ilə bağlı araşdırmalar aparan jurnal Sol nəşri klubun Madalena Alves adlı bir görücünü işə götürdüyünü aşkar edir. Bəli, düz eşitdiniz. Madalena Alves Porto klubunda görücü doktor vəzifəsində çalışırdı. Onun əsas vəzifə öhdəlikləri onların nəticələrini öncədən görmək və əjdahaların qələbə qazanması üçün rituallar keçirmək idi. İlk başlarda bu xəbər ciddi qarşılanmasa da, daha sonra azarkeşlərin və rəqib komandaların etirazlarını nəzərə alan Portuqaliya Futbol Federasiyası bu vəzifənin qanuni olub-olmaması barədə araşdırmalar aparmağa başlayır. Nəticədə hüquqi tərəfdən heç bir qanunu pozmayan Porto cərimə və ya sanksiyalarla üzləşmir. Jurnalistlərin bu mövzu ilə bağlı suallarına isə prezident Da Costa klubun nəticə və müsbət enerjisinə dəstək verəcək istənilən əməkdaşın işə götürülməsində sərbəst olduqlarını bildirirdi. Təxmini 15.000 avro aylıq maaş alan Madalena Alvesin Portonun nəticələrinə nə qədər müsbət təsir göstərib-göstərmədiyini bilməsək də, Porto 2021-22 mövsümündə həm Portuqaliya çempionatını, həm də Portuqaliya kubokunu qazanaraq qızıl dublə imza atmışdı. Və siz nə düşünürsünüz? Sizcə bu cür futbol seyrbazlığı mümkündürmü?